İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinin növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar. Horovlu kəndi bugün 40 ailə olmaqla 196 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinç göz yaşları ilə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər. Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə su, işıq, qaz, günəş panelləri, yüksək sürətli internetlə təmin olunub. Kənd daxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi uşaq bağçası, 2 mərtəbəli inzibati bina, bazar kompleksi, çox funksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış Əskər, Şığı, Orta, Gülqasım və Xəlifə kəndlizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda Bayraq meydanında bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazidə zeytun, çinar və eldar şamıd ağacları əkilib. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və can sağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Ailələr qarşılandıqdan sonra onlara Anamanın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Açarların təqdim olunma mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevincli açarları qəbul edərək evlərində məskunlaşıblar. Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 40 ailə olmaqla 196 nəfər köçürülüb. Onlar Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qurban Vidadioğlu, Aydın Yavərzadə, bu gün informasiya proqramı üçün.